danışacağımız mövzuları qeyd edeyim. Deməli, inklüziv təhsil nədir? Hüquqi əsaslandırma, təhsildə inam, paylaşma və dəstək mühitinin yaradılması, inklüziv sinif təcrübəsinin yaradılması, uşaq yönümlü pedaqogika, universal öyrənmə dizaynı haqqında danışacağıq. Əvvəlcə inklüziv təhsil nədir? Buna baxaq. İnkluziya bütün vətəndaşların ilk növbədə sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə adaptasiyasını təmin edən bir prosesdir. Yəni, inklüziv təhsil dilindən, dinindən, irqindən, sosial vəziyyətindən, bacarıqlarından asılı olmayaraq hər bir şəxsin icma daxilindəki, hər bir uşağın icma daxilindəki məktəblərə cəlb olunması prosesidir. Yəni, heç bir ayrı seçkilik olunmadan onların təhsil almaq hüquqları vardır. Hüquqi əsaslandırmada buna daha geniş baxacağıq. İnklüziv təhsil məktəblərin daha münbit və bütün uşaqlar üçün faydalı olmasına yönələn fasiləsiz bir prosesdir. İnklüziv təhsil bütün şagirdlərə uyğun olması üçün məktəbin dəyişməsini şərtləndirir ki, bunun barəsində də geniş danışacağıq. İnklüziv təhsil uşaqların məktəbdə təhsilə çıxışına mane olan konkret səbəbləri müəyyənləşdirib aradan qaldırılması üçün davamlı olan bir fəaliyyətdir. İnklüziv təhsil bütün maraqlı tərəflərin iştirakı ilə və icra edilməli olan bir prosesdir. Burada bütün maraqlı tərəflər dedikdə biz ilk növbədə valideyni nəzərdə tuturuq. Müəllim, valideyn əməkdaşlığı, valideyn mütləq bu prosesə cəlb olunmalıdır. Daha sonra digər mütəxəssislər və qurumlar da bu prosesdə lazım gəldikdə iştirak etməlidir. Valideyn, müəllim əməkdaşlığı isə mütləqdir. Və biz hüquqi əsaslandırmadan danışdıq, qeyd elədik ki, hər bir uşağın icma daxilindəki məktəblərdə heç bir ayrı seçkilik olmadan təhsil almaq hüququ vardır və bu hüququ onlar nədən əldə ediblər, nədən bu hüquq onlarda yaranıb? İlk BMT-nin deməli insan hüquqları haqqında bəyannaməsinə əsasən hər bir insan dəyərlidir və hər bir uşaq ayrı seçkilik olmadan icma daxilindəki məktəblərə təhsilə cəlb olunması vacib şərt kimi gündəmə gətirilmişdir. BMT-nin deməli insan hüquqları haqqında bəyannaməsinə əsasən inklüziv təhsil bütün uşaqların keyfiyyətli təhsil almaq hüququna əsaslanır. Bir sıra beynəlxalq konvensiyalar, milli qanunvericilik çərçivələri müvafiq ölkələrdə inklüziv təhsilin tətbiqini təmin edir. Beynəlxalq və Azərbaycana dair hüquqi sənədlər aşağıdakılardır. İnsan hüquqları haqqında ümumi bəyannamə, BMT-nin uşaq hüquqları haqqında konvensiyası, BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyası, Azərbaycan Respublikasının konstitusiyası, təhsil haqqında qanun, Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə dövlət proqramı. Bunlar hüquqi əsaslandırmaya daxildir. Biz danışdıq ki, əlilliyi olan şəxslərdən danışdıq hüquqi əsaslandırmada. Bəs əlilliyi olan şəxslər kimdir? 1948-ci il bəyannaməsindən sonra da əlilliyi olan şəxslərin təhsilə cəlb olunması prosesi baş vermişdir. Bəs niyə əlilliyi olan şəxslər təhsilə cəlb olunması ön plana gətirilmişdir? Çünki onların da sosiallaşması üçün, cəmiyyətə adaptasiyası, cəmiyyətdə öz mövqeyini tapmaq üçün, öz potensiallarını üzə çıxartmaq və cəmiyyətə faydalılıqları ön plana çəkilmişdir. Yəni, onların da cəmiyyətin bir hissəsi olmaq üçün mütləq şəkildə təhsilə cəlb olunmalıdır və digər insanlarla bərabər şəkildə öz təhsillərini davam etdirməlidirlər. Və inklüziv, onu da qeyd edeyim ki, inklüziv təhsil dedikdə yalnız xüsusi qayğıya ehtiyacı olan uşaqlar, insanlar nəzərdə tutulur. Bu, bütün hamı üçün bərabər imkanların yaradılması deməkdir inklüziv təhsil. İndi gəlin baxaq, əlilliyi olan şəxslər kimdir? Konvensiyanın birinci maddəsinə əsasən əlilliyi olan şəxslər müxtəlif maneələrlə qarşılaşarkən cəmiyyətin həyatında tam və səmərəli şəkildə iştiraka mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan insanlardır. Əlilliyə qarşı iki yanaşma var, əlilliyi ilə bağlı. Bir tibbi model var, bir də ki, sosial model var. Tibbi model fərdə əsaslanır, fərdə köklənir. Yəni, fərd problem kimi göstərilir. Bu yanaşma şəxsin cəmiyyətdə fəal olmasına şərait yaradan amilləri nəzərə almır.
İnklüziv təhsil kontekstində isə tibbi yanaşma əlilliyi olan uşaqların məktəbdə öyrənmək və səmərəli şəkildə iştirak etmək imkanlarını məhdudlaşdırır. Öyrənmək və səmərəli iştirak etmək imkanları məhdudlaşdırır. Nəticədə uşaq əlilliyə görə damğalanır. Maneələri aradan qaldırmaq və təhsil sistemində islahat aparmaq əvəzinə uşaq problem kimi qəbul olunur. Tibbi modeldə qısacası olaraq uşaq problem kimi qəbul olunur ki, tibbi olaraq fiziki məhdudiyyəti var, görmə məhdudiyyəti var, eşitmə məhdudiyyəti var və təhsilə cəlb olunmur, qəbul olunmur heç bir yerdə və onun üçün heç bir addım atılmır ki, belə bir problem var. Biz bunu necə aradan qaldıra bilərik? Bu tibbi yanaşmadır. Uşaq problem kimi göstərilir, yəni məktəbdə daxil ola bilmir, cavab verə bilmir, uşağın əlilliyi var, digər şagirdlər tərəfindən qəbul olunmur, damğalanır, xüsusi avadanlıq lazımdır və bəzən də müəllimlər qeyd edirlər ki, xüsusi mütəxəssislər lazımdır onlarla iş aparmaq üçün və bu sadəcə də belə qalır. Başqa bunun üçün heç bir addım atılmır tibbi modeldə. Sosial yanaşma isə, əlilliyə sosial yanaşma yalnız əlilliyə olan uşaqlar deyil, bir çox uşaqlar məktəbdə öyrənmə prosesində çətinlik çəkirlər. Hansı ki, biz bunu dərslərimizdə, siniflərimizdə bu hala rast gəlir ki, heç bir əlilliyi, fiziki məhdudiyyəti olmasa belə öyrənmə prosesində çətinlik çəkən uşaqlar var. Sosial yanaşmanın isə tibbi modeldən fərqi odur ki, burada məktəb təhsil sistemi problem kimi göstərilir. Bu çətinliklər təlimi daha səmərəli üsullar axtarmaq üçün təşviq edir. Yəni biz daha necə, hansı üsullardan, metodlardan istifadə edə bilərik ki, onları da təhsilə cəlb edək. Aparılan dəyişikliklər isə uşaqlar üçün təlim şəraitinin yaxşılaşdırılmasına səbəb olur. Müəllimlərin fəaliyyətinin inklüziv olması üçün ayrıca mütəxəssislər dəvət etmək əvəzinə onların peşəkarlıq səviyyəsi inkişaf etdirilməlidir. Əlilliyi olan uşaq problem deyil. İnklüziv təhsil proqramı bizə bunu göstərir. Əlilliyi olan uşaq problem deyil. Əksinə uşağın təhsil ehtiyaclarına cavab vermədiyi üçün məktəb problem kimi göstərilir, təhsil sistemi problem kimi göstərilir və uşağın ehtiyaclarına uyğun təşkil olunmalıdır. Yəni, uşağın fiziki məhdudiyyəti var və məktəbə girişi çətindirsə, bu artıq uşağın problemi deyil, bu məktəbin problemidir və onun üçün şərait yaradılmalıdır. Fiziki məhdudiyyəti olan, əlil arabasında olan uşağın məktəbə girişi təmin edilməlidir. Burada şəklə diqqət yetirək, məktəb uşaqların ehtiyaclarına uyğunlaşdırılmalıdır. Yəni, uşaqların məktəbə girişi üçün xüsusi qurğulardan istifadə olmalıdır ki, rahat olsun və onların təhlükəsizliyi mütləq təmin olunmalıdır. Əlil arabasında olan uşaqlar üçün, görmə məhdudiyyəti olan uşaqlar üçün xüsusi avadanlıqlardan istifadə edilməlidir. Artıq bu sosial yanaşmadır. Problem var, bəli, tibbi problem var və biz bunu necə həll edə bilərik? Necə onları cəmiyyətə qazandıra bilərik? Təhsil prosesinə cəlb edə bilərik? Sosial yanaşma bizə bunu göstərir. Sosial yanaşmadakı problemlər nədir? Müəllimlərin inklüziv təhsili başa düşməmələri, tədris üçün yardımcı vasitələrin olmaması, valideynlərin cəlb olunmaması, müəllimlərə və məktəblərə dəstək göstərilməməsi, tədrisin uşaqlara köklənməməsi, hansı ki, tədris mütləq uşaq yönümlü pedaqogikaya əsaslanmalıdır. Məktəblərə fiziki girişin olmaması. Bu sosial yanaşmanın problemləridir. Burada məktəb problem kimi göstərilir və bunun aradan qaldırmaq üçün müxtəlif üsullardan istifadə olunur. İndi bu videoya baxaq, zəhmət olmasa. Minus alınmayacaq. Bağışlayın. Sağ ol. Xədicə xanım, slaydı göstərirsiniz.
Videonun səsi gəlmir. Texniki problem yarandı. Deməli, bu videoda sosial və tibbi yanaşmaya əsasən bu video göstərilir. Yəni, burada birinci göstərilir ki, tibbi model olaraq baxırlar. Belə bir fiziki məhdudiyyəti olan uşaq var və onu heç bir təhsil müəssisəsi olsun, o idmana getmək istəyir, uşaqlarla birlikdə vaxt keçirmək istəyir və heç bir yer onu qəbul eləmir və tibbi model olaraq baxırlar ki, aha, fiziki məhdudiyyəti var və qəbul olunmur, alınmayacaq deyirlər. Ancaq daha sonra isə sosial yanaşma modelindən istifadə edilərək onun üçün vurğulardan istifadə olunur, onun üçün də şərait yaradılır və o da digər uşaqlar kimi bütün proseslərdə, bütün fəaliyyətlərdə aktiv şəkildə iştirak edir. Yəni, bu mümkündür. Onları da təhsil prosesinə cəlb etmək mümkündür. Sadəcə onlar üçün düzgün strategiyalardan, ağlabatan strategiyalardan istifadə etmək lazımdır. Aha, videoda da göründüyü kimi artıq sosial yanaşmada onu da müəllimlər onun üçün də xüsusi qurğulardan istifadə edərək təhsil prosesinə və digər fəaliyyətlərə, aktiv fəaliyyətlərə cəlb edirlər. Növbəti slayda keçək, zəhmət olmasa. Burada isə qeyd elədiyim kimi ağlabatan strategiyalardan istifadə olunur. Məsələn, əgər fiziki məhdudiyyətli uşaqlar varsa sinifdə, təlim mühitinin onlar üçün uyğunlaşdırmaq lazımdır. Təlim mühitinin uyğunlaşdırılması akkomodasiya adlanır. Yəni, qapının tutacağından tutmur, məktəbə girişdən tutmur, sonra lövhənin aşağı yendirilməsi olsun, fiziki məhdudiyyətli uşaqlar üçün lövhə aşağı yendirilir və yaxud da ki, balaca boy uşaqlar ola bilər ki, onlar üçün lövhə aşağı yendirilir və onlar da təhsil prosesinə cəlb olunur. Yəni, təlim mühiti onlara uyğunlaşdırılır. Sonra dayaqlı lövhələrdən istifadə etmək olar. Daha sonra oxuyan qələmlər var. Yəni, yazıya tutduqda oxuyur. Bu, görmə məhdudiyyətli uşaqlar üçün istifadə olunur bu qələmlər və bir çox qurğulardan, cihazlardan istifadə etmək olar. Ağlabatan strategiyalar, ağlabatan uyğunlaşdırmalardan istifadə olunur. Eşitmə cihazları olsun. Keçək növbəti slayda. Sonra biz gəldik növbəti damğalanmanın mənfi təsirləri. Hansı ki, biz danışdıq, əlilliyi olan şəxslərin, xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim prosesinə cəlb olunmasında damğalanmadan da istifadə olunur. Bu nə deməkdir? Damğalanmanın həm mənfi, həm də ki, müsbət tərəfləri ola bilər. Müsbət tərəfi nədən ibarətdir? Əgər biz onun diaqnozunu bilsək, ona uyğun düzgün təlim metodlarından istifadə edə bilərik. Yəni, ona kömək edə bilərik. Bu barədə müsbət tərəfi ola bilər. Lakin damğalanma mühitin və sosial proseslərin yaratdığı maneələri nəzərə almadığı üçün uşağın məktəb həyatına mənfi təsir göstərir. Damğalanma şəxsin güclü tərəflərini və istedadlarını nəzərə almır. Ola bilər ki, məsələn, sinifdə kəkələyən uşaqlar ola bilər və yaxud da ki, müxtəlif sindromlar ola bilər. Məsələn, Tuaret sindromu var, tik olan sindrom, müxtəlif tiklər ola bilər. Məsələn, çiynini tərpədir, tez-tez başını tərpədir. Belə bir sindrom var, o özündən asılı deyil. Amma uşaqlar onu damğalayırlar, yamsılayırlar, lağa qoya bilərlər. Ancaq onun başqa güclü tərəfləri ola bilər, başqa bir xüsusi istedadı ola bilər. Və uşaq da özünü müəllim bu prosesə, müəllim, valideyn müdaxilə etmədikcə uşaq da özünü elə o cür hiss edir ki, məndə elə bu cürdür, mən elə buna layiqəm, məndə bundan artığı alınmır. Və damğalanma şəxsin güclü cəhətlərini, istedadını aşağı salır. Damğalanma gözləntilərin aşağı düşməsinə səbəb olur. Müəllimlərin onları qorumağa çalışması, uşağın darıxmasına və həvəsdən düşməsinə səbəb olur. Buna da xüsusi diqqət yetirmək lazımdır. Yəni, biz xüsusi qayğıya ehtiyacı olan uşaqları qoruyarkən və onlar üçün təlim mühitini uyğunlaşdırarkən, təlim məzmununu uyğunlaşdırarkən bunu hiss elətdirmədən eləməliyik. Yəni, onları hiss eləməliyik.
etməməlidirlər ki, məndə hər hansı bir bacarıq yoxdur, hər hansı bir çatışmazlıq var və mənə görə müəyyən uyğunlaşdırmalar eləyirlər və mən fərqlənirəm. Burada məqsəd odur ki, uşaqlar bir-birindən fərqlənməsinlər. Onlar bir-biri ilə əməkdaşlıq şəraitində təhsilə cəlb olunsunlar. Yəni belə bir müşahidəni deyim sizə. İllər öncə bir sinifə təhkim olunmuşdum. İbtidai sinif idi. Bir müddət orada əvəzləyici müəllim kimi təhkim olunmuşdum və o sinifdə hələ o vaxtda inklüziv təhsillə bağlı təhsil proqramı yeni-yeni gəlirdi, yeni-yeni tətbiq olunurdu. Və orada ürək qüsurlu bir uşaq var idi və müəllim onu daim qorumağa çalışırdı. Əlbəttə ki, valideyn tapşırıb ki, ona qaçmaq olmaz, uşaqlar bir-birini itələyə bilər, yıxıla bilər, harasa dəyə bilər, ürəyə gedə bilər. Belə bir problem vardı və müəllim ona xüsusi yanaşırdı və mənə də tapşırırdı ki, onun biraz ürəyində qüsur var, ona xüsusi yanaşın, yəni onu çox tərpətməyin də, belə deyək. Və bu uşaqda mənim müşahidələrimə əsasən və bu uşaq özünü necə aparırdı? Və artıq müəllim bunu hiss elətdirmişdi. O uşaq hiss eləyirdi ki, o nə eləsə də olar, istədiyi vaxt dururdu, qalxırdı. O elə hiss eləyirdi ki, onun daima qorunmağa ehtiyacı var. Yəni onun mübarizə əzmini qırmış oluruq. Yəni o nəsə yeni, nəsə öyrənmək üçün can atmırdı, mübarizə aparmırdı ki, onsuz da məndə belədir. Yəni mənə bu qədər öyrənsəm bəsdir, mən bu qədər desəm bəsdir. Bəlkə də ondan artığı var onda. Daha güclü tərəfləri var, daha çox potensialı var. Ancaq bunu hiss elətdirdikdə sanki o bu rahatlığa öyrəşmiş olurdu. Yəni hər bir uşağın xarakteri çox fərqlidir, ehtiyacları çox fərqlidir və buna görə də ona xüsusi yanaşmalıyıq, yaxşı analiz eləmək lazımdır. Əlbəttə ki, bu müəllim və valideyn əməkdaşlığı şəraitində olmalıdır. Ən yaxşı valideyn öz uşağını tanıyır və onun haqqında məlumatları düzgün çatdırmalıdır. Müəllimlər, bunu dedim, bəzən müəllimlər uşağın öyrənmə çətinlikləri aradan qaldırmağın mümkün olmadığını düşünürlər ki, yəni bu belədir. Başqa heç bir üsuldan istifadə edə bilmərik, ancaq bu belə deyil. Hər bir uşağın xüsusi istedadı və potensialı var. Bunun üzə çıxartması biz müəllimlərin üzərinə düşür. Bəzən müəllimlər bu ekspertlərin işidir mövqeyində olurlar. Bu da düzgün yanaşma deyil. Çünki biz dərs prosesi bizə aiddirsə, biz dərs prosesində hər bir uşağın fərdi xüsusiyyətlərini, bacarıqlarını yaxşı analiz etməliyik və üzə çıxartmalıyıq. Onları gün ərzində onlar nəsə öyrənib sinif otağını tərk etməlidirlər. Və əlilliklə bağlı düzgün ifadələrin işlədilməsi, bununla da bağlı bir çox maarifləndirmə işləri aparılır ki, kobud ifadələrdən istifadə etmək olmaz. Əlil, kar, kör, lal kimi, yəni belə incidici sözlərdən istifadə etmək olmaz. Görmə məhdudiyyəti olan, fiziki məhdudiyyəti olan, hərəkət məhdudiyyəti olan, eşitmə məhdudiyyəti olan kimi ifadələrdən istifadə etmək lazımdır. Təhsildə inam, paylaşma və dəstək mühitinin yaradılması. O da mühüm addımlardan biridir. Bu mühitin yaradılması təlim prosesinin keyfiyyətini artıran əsas amillərdəndir. İnklüziv təhsildə hər bir uşağın fərdi xüsusiyyətlərindən asılı olmayaraq özünü dəyərli, təhlükəsiz və qəbul olunmuş hiss eləməlidir. İnklüziv təhsil proqramının tətbiqinin əsas məqsədi də bundan ibarətdir. Uşaqlar özünü icmadakı məktəbin bir hissəsi, təhkim olunduğu sinifin bir hissəsi kimi istifadə eləməlidir. Hansısa bacarığının olmaması onu digərlərindən ayırmamalıdır. Bütün uşaqlar üçün bərabər imkanlar yaradılmalıdır. İnklüziv təhsildə müəllim yalnız öyrədən deyil, həm də öyrənən və daim özünü inkişaf etdirən tərəf olmalıdır. Və digər əsas məqamlardan biri də müəllim bütün şagirdlərə bərabər münasibət göstərməlidir. Onların bacarıq və ehtiyaclarını nəzərə almalıdır. Bəzən belə hallarla da rastlaşırıq ki, yəni mən özüm öz təcrübəmdə rastlaşmışam ki, əgər sinifdə 5-6 nəfər, əlbəttə ki, hər sinifdə olur, yaxşı oxuyan uşaqlar olur ki, əlbəttə hər bir müəllimin arzusudur, onlarla işləmək çox yaxşıdır. Yerindəcə cavab verirlər, həmişə hazırlıqlı olurlar və digər uşaqlar isə
yəni bir çox siniflərdə bunun şahidi olmuşam ki, onlar düşünürlər ki, onsuz da müəllim bizi nə dindirməyəcək, nə danışdırmayacaq. Bir gün cavab verərəm, 3 gün cavab verməliyəm. Onsuz da müəllim bilir ki, qiyməti yazır. Yəni məni onsuz da dindirməyəcək və uşaq da özünü bu cür qəbul edir. Yəni belə bir halın şahidi də olmuşam və və uşaqlar arasında da nifaq yaranır. Və sonra o uşaqlarla işləyəndən sonra məsələn belə bir uşaq var idi ki və 2-3 dərsdən sonra artıq aktiv şəkildə dərsə cavab verməyə başladı, suallara cavab verməyə başladı, qrup işlərində iştirak etməyə başladı və burada nə müşahidə olunur? Digər uşaqlar artıq həmin uşağa qarşı bir aqressiya ilə yanaşırlar ki, necə bu sinifdə ən yaxşı bizik. Yəni bizdən yaxşı ola bilməz. Bu da uşaqlara bu cür münasibət, qeyri-bərabər münasibət uşaqlar arasında əməkdaşlığı pozur. Sonra müəllimlər üçün, müəllimlərin öyrənməsi üçün ən yaxşı mühit öz məktəbləridir. Müəllimlər birgə öyrənir, bilik dinamikdir, öyrənmə aktiv fəaliyyətdir və refleksiya ilə öyrənmə. Əlbəttə ki, müəllimlərin öyrənməsi üçün ən yaxşı mühit öz məktəbləri, öz sinifləridir. Çünki hər bir məktəb icmasının xüsusiyyətləri fərqlidir, özünə məxsus xüsusiyyətləri var. Bəzən bilik haqqında belə bir düşünülür ki, bilik sabit olan konsepsiya və nəzəriyyələrdən ibarətdir. Ancaq bu belə deyil. Yəni, inklüziv təhsil proqramında isə ümumiyyətlə, inklüziv təhsil proqramının elə bir xüsusi bir modeli yoxdur ki, biz bunu öyrəndik, bu hazır biliyi, hazır şəkildə bunu tətbiq edəcəyik. Belə bir model yoxdur. Çünki hər bir sinif fərqlidir, hər bir sinifdəki şagirdlərin bacarıqları, potensialı, xarakterləri, diaqnozları, xüsusi qayğıya ehtiyacı olan uşaqlardan danışırıqsa çox fərqlidir. Buna görə də biz öyrəndiklərimizi öz sinifimizə, məktəbimizə uyğunlaşdırmalıyıq. Və müəllimlər birgə öyrənir. Müəllimlərin öyrənmə prosesi birgə şəkildə baş verdikdə daha çox əlverişli olur. Yəni, öyrəndiklərini tətbiq etdikdə, öz siniflərinə, öz məktəblərinə uyğun şəkildə tətbiq etdikdə daha yaxşı nəticələr verirlər. Bilikləri nəinki hazır şəkildə təcrübədən keçirdikdə daha yaxşı nəticələr verir və bir-birlərinin dərsində əyləşərək, bir-birlərinə rəy bildirərək daha çox yeni təlim üsullarından istifadə edə bilərlər. Yeni təlim üsullarını praktikadan keçirərək öyrənməni təşkil edə bilərlər öz şəxsi inkişafları üçün. Və qeyd etdiyimiz kimi öyrənmə aktiv fəaliyyətdir. Seminarlarda, təlimlərdə öyrəndiyimiz bilikləri mütləq praktikadan keçirtməliyik. Və refleksiya ilə öyrənmə. Refleksiya ilə öyrənmə də çox vacib məsələlərdən biridir. Refleksiv müəllim ən yaxşı müəllimdir. Çünki o öyrəndiklərini tətbiq edir. Yeni təlim üsullarını tətbiq edir. Sonra qrup müzakirələri təşkil eləmək olar müəllimlərlə. Açıq dərslər təşkil eləmək olar. Təcrübəli müəllimlərin dərslərində əyləşmək olar. Və yaxud da təcrübəli müəllimlər sizin dərslərinizdə əyləşərək mənfi və müsbətləri müzakirə edə bilərsiniz. Sinifdə inklüziv təhsili necə tətbiq etmək olar? İnklüziv təhsili yaratmaq üçün müəllimlər həm təhsil proqramının məzmunundan, həm də şagird müxtəlifliyindən xəbərdar olmalıdır. Bir müəllim kimi şagirdlərə kömək etməyin ən yaxşı yollarından biri öyrənmə maneələrini aradan qaldırmaqdır. Yalnız əlilliyi olan deyil, istənilən uşaq məktəbdə çətinlik yaşaya bilər. Bu çətinliklər tədrisin təkmilləşdirilməsinin vacibliyini vurğulayır. Bu təkmilləşmə işləri bütün uşaqlar üçün daha yaxşı təhsil şəraitinə gətirib çıxara bilər. İnklüziv siniflərdə müəllimlər tədris və təlimin ümumi keyfiyyətini artırmaq məqsədi ilə bütün uşaqların öyrənmə ehtiyaclarını qarşılamaq üçün uşaq yönümlü pedaqogikadan istifadə edirlər. Və biz bayaq akkomodasiya və modifikasiyadan danışdıq, inklüziv təhsilin əsas iki anlayışından. Sinifdə inklüziv təhsili necə tətbiq etmək olar? Modifikasiyadan istifadə edərək, yəni təlim məzmununu həmin uşaqların ehtiyaclarına uyğun şəkildə planlaşdırırıq. Onlara uyğun təlim üsullarından istifadə edirik. Məsələn, sinifdə görmə məhdudiyyətli uşaqlar varsa, bayaq qeyd elədim ki, xüsusi cihazlar var, qələmlər var, bunlardan istifadə etmək olar. Sonra, burada da şəklini yerləşdirmişəm, xüsusi kartlardan istifadə etmək olar ki, hansı ki, toxunaraq, hiss eləyərək
onlar əgər zəif görürlərsə və yaxud da ümumiyyətlə görmə qabiliyyəti yoxdursa, toxunaraq hiss edə bilərlər və brail əlifbasından istifadə etmək olar, sonra videolardan istifadə etmək olar, eşidərək, onlarla daha çox şifahi şəkildə məşğul olmaq olar. Yəni, dərs prosesində situasiyaya uyğun olaraq bir çox təlim üsullarından istifadə etmək olar. Bu da əlbəttə ki, müəllimin yaradıcılığından da asılıdır. Məsələn, bir sinifdə də təcrübəmi danışım. 5-ci sinifdə dərs keçirəm və bir dərs keçdiyim vaxt görürəm ki, o mənim sinifim deyil idi. Həmin sinifdə təhkim olmuşdum və çox da hələ ki, yaxşı tanımırdım uşaqları. Və gördüm ki, bir uşaq başına salıb aşağı nəyləsə məşğuldur. Və biraz keçdi, ona heç nə demədim. Yavaş-yavaş yaxınlaşdım və gördüm ki, eynək taxırdı, görmə qabiliyyəti çox zəifdir, çox yaxından baxır, görə bilmədiyi üçün də oxuya bilmir, cavab verə bilmir və müəllim də bunu bu cür qəbul edir ki, bu oxuya bilmir. Baxın, bu da tibbi modeldir, tibbi yanaşmadır. Yəni, ona sosial yanaşma yoxdur. Sosial yanaşma odur ki, belə bir problem var, bəs biz bunu necə aradan qaldıra bilərik? Onu öndə əyləşdirə bilərik. Şifahi suallardan istifadə edə bilərik, şifahi sual-cavab, şifahi danışaraq, səsli videolardan istifadə edə bilərik ki, səsli şəkildə. Və kartlardan toxunaraq, hiss eləyərək kartlardan istifadə etmək olar. Bir çox üsullar var. Və mən baxdım ki, bu uşaq nə ilə məşğuldur? Çox incə bir işlə məşğuldur. Toxuyur. Baxıram ki, çox incə, təsəvvür eləyin ki, o oxuya bilmir, amma toxuyur. Bayraq toxuyub, balaca papaq toxuyub. Yəni, o uşaq başa düşür ki, mən bunu bacarmıram, bu məndə olmur, özünə başqa bir məşğuliyyət tapır. Yəni, bu uşağı da əlbəttə ki, təlim prosesinə cəlb etmək mümkündür. Baxın, sinifdə belə bir uşaq var. Biz buna necə yanaşmalıyıq? Əlbəttə ki, sosial yanaşma modelini seçməliyik bu uşağa. Sonra uşaq yönümlü pedaqogika nədir? Ənənəvi təlimdə və yaxud da ki, müəllim yönümlü pedaqogikada müəllim stolları sırayla düzür, bütün sinifin qarşısında dayanır və şagirdlərə bilikləri hazır şəkildə verir. Bu ənənəvi təlimdə müəllim yönümlü pedaqogikada bilir. Uşaq yönümlü pedaqogikada və inklüziv təhsil proqramında isə tamamilə fərqlidir. Vacib şərt burada müəllimin davranışıdır. Müəllim dərs zamanı vəziyyətdən asılı olaraq müvafiq yerlərdə durur, sinifdəki resurslardan istifadə edir, uşaqlarla ünsiyyət qurur, monoloq şəklində yox, dialoq şəklində və uşaqların öyrəndikləri bilikləri qiymətləndirir. Sual-cavab şəklində, onların da fikirlərini alaraq. Bu, uşaq yönümlü pedaqogikadır. Və sinif mühitində inklüziv təhsili, uşaq yönümlü pedagogikanı necə tətbiq edə bilərik? Məsələn, uşaqların diqqətini cəlb etmək üçün müxtəlif oyunlardan istifadə edə bilərik. Həm diqqətini cəlb etmək üçün, həm də onların diqqət yayılmasının qarşısını almaq üçün. Sonra, məsələn, sinifdə disleksiyalı uşaqlar ola bilər. Disleksiya neuroinkişaf pozuntusudur. Yəni, o hərfləri, səsləri fərqli şəkildə eşidir. Məsələn, B, P tərsinə eşidir, tərsinə qavrayır. Onun beynində hər şey qarışıq, rəqəmlər və hərflər qarışıq şəkildədir. Müxtəlif oyunlardan istifadə edə bilərik ki, hamı bu prosesə cəlb olunsun. Məsələn, deyə bilərik ki, qəflətən, uşaqlar bunu bilmədən, qələmlərinizi götürün, arxada gizlədin. Onlar qələmlərini götürüb arxada gizlədirlər və birdən deyirik ki, məsələn, Murad, sənin qələmin nə rəngdədir? Dizaynı necə idi, üstü necə idi, şüşəsi necə idi, üstündə hansı aksesuar var idi, necə idi? Və uşaqlar başlayırlar bu qələm haqqında düşünməyə ki, görəsən, mənim qələmim necə idi? Və bu uşaqların diqqətini bir anlıq, hamısının diqqətini dərsə cəlb edir və həm də onlar öz diqqətlərini yoxlayırlar. Siz də onların diqqətini yoxlayırsınız ki, nə qədər diqqətlidirlər, fikirləri dərsdəndirməyə, baxdıqlarını görə bilirlərmi və bu uşaqlar üçün çox maraqlı. Bunu istənilən auditoriyada yoxlamaq olar. Məsələn, digər bir oyun deyim, soruşa bilərsiniz ki, ən sevdiyiniz meyvə adı, ən sevdiyiniz heyvan adı,
təhsil ola bilər, soruşa bilərsiniz. Məsələn, biri deyir ki, çiyələk, biri deyir yaz fəsli, biri deyir dovşanı sevirəm, biri deyir mən at xoşlayıram. Və hamı öz fikrini deyəndən sonra, hamının fikrini alandan sonra soruşursunuz. Neçə nəfər çiyələyin adını çəkdikcə növbə ilə istifadə etməyi öyrənsinlər. Sonra məsələn, hədiyyə günü təşkil edə bilərsiniz ki, bir-birləri ilə hədiyyələr versinlər, paylaşımı öyrənsinlər. Bunu necə edə bilərsiniz? Özləri hər hansı bir rəngli kağızdan, plastilindən özləri nələrsə düzəldib, hər hansı bir fiqur, gül düzəldib bir-birlərinə təqdim edə bilərlər. Hədiyyə günü təşkil edə bilərsiniz. Bu onlar arasında əməkdaşlığı, paylaşımı inkişaf etdirəcək. Sonra burada şəkillər qoymuşam kodlama. Zəhmət olmasa əvvəlki slayda qayıdan, kodlama və görmə məhdudiyyətli olan uşaqlar üçün tapşırıq hazırlamışam. Deməli, bu kodlama disleksiyalı, bayaq qeyd etdiyim kimi disleksiyalı uşaqlar üçün istifadə olunur. Məşq elətdirmək olar ki, onlar hərfləri düzgün formada yazmağı öyrənsinlər. Bayaq qeyd etdiyim kimi, disleksiya neyroinkişaf pozuntusudur. Onların beyinlərində hərflər və rəqəmlər qarışıq şəkildədir. B, P, D, B, bu kimi hərfləri, M, N, bu kimi hərfləri onlar səhv salırlar. Və başqa necə istifadə edə bilərsiniz? Qum üzərində istifadə edə bilərsiniz. Həm də onların kiçik motorikaları inkişaf edir. Barmaqları ilə qum üzərində yaza bilərlər. Plastilindən istifadə edə bilərsiniz. Hərfləri plastilindən düzəldə bilərlər. Sonra görmə məhdudiyyətli olan uşaqlar üçün tapşırıqlar, belə kartlar hazırlamaq mümkündür. Hansı vasitələrdən istifadə edirik ki, əl çatan olsun. Həm biz müəllimlər üçün əl çatan olsun, həm uşaqlar, valideynlər üçün kifayət qədər maksimum çalışmalar ki, əl çatan vasitələrdən istifadə edək. Vasitələr çoxdur əlbəttə ki, amma reallıqda onun hansı bizim üçün əl çatandır, hansı deyil. Ona görə maksimum əlimizin altında olan vasitələrdən istifadə etməliyik və toxunaraq, hiss edərək kartlar hazırlaya bilərsiniz ki, onu toxunduqda fiqurunu hiss edə bilsinlər ki, bu nədir? Məsələn, bu dairədir, sonra altına Braille əlifbasından istifadə etmək olar. Sonra kvadratdır, üçbucaqdır və sonradan qarışıq şəkildə verə bilərsiniz ki, onlar yenidən toxunub tapsınlar ki, bu dairə fiqurudur, bu üçbucaqdır, bu almadır, bu armuddur, fiqurlarla hiss eləsinlər. Sonra onlara əyani şəkildə hər dəfə dərsə bir əyani vəsait gətirmək olar. Meyvələrdən əyani gətirmək olar. Onlar onu daha təbii şəkildə hiss edərək, qoxusunu hissi maraqlı olar. Yəni, onlar da təhsil prosesindən geridə qalmazlar. Sonra digər vasitələr var ki, fiziki məhdudiyyəti olan. Sonra universal öyrənmə dizaynı. Universal öyrənmə dizaynı elə bizim burada bizim bir dənə slaydımız qalıb arada. Uşaq yönümlü pedagogikanın prinsipləri ilə bunun haqqında da danışdıq biz. Faydalı təlim imkanlarıdır, çoxsaylı təlim üsulları, birgə öyrənmə, uşaqların müxtəlif yollarla öyrəndiklərinin qəbul edilməsi, cəlb edici və əlçatan təlim məkanları və qiymətləndirmə. Qiymətləndirməni də müxtəlif üsullarla keçirə bilərsiniz. Bir-birlərini qiymətləndirə bilərlər, kartlarla, şəkillərlə qiymətləndirmə edə bilərsiniz. Müxtəlif üsullar var bunun üçün. Və uşaqların müxtəlif yollarla öyrəndiklərinin qəbul edilməsi. Yəni, uşaqlara sual verdikdə onlar hər hansı bir, məsələn, onlar elə biz biliyi hazır şəkildə veririk, amma onlar deyə bilər ki, müəlliməm, mən məsələn almanı görmüşəm ki, yerdə görmüşəm. Və biz bunu qəbul edirik, amma həm də izah edirik ki, alma yerdə bitmir. O yerdə görüb onu. Amma biz ona izah edirik ki, alma ağacda bitir. Yəni, uşaqları səhv dedin, yalan dedin, bu kimi sözlərdən istifadə etmək olmaz. Əgər səhv varsa, biz ona daha mülayim formada düzəliş veririk. Sonra öyrənmə dizaynı, universal öyrənmə dizaynı. Bizim elə bayaqdan danışdıqlarımızın hamısı universal öyrənmə dizaynına aiddir ki, bu dizaynı əlilliyi olan şəxslər üçün müvafiq şərait yaradan yardımçı cihazlar, digər dəstəkləyici sistemlər, tənzimləmələr daxildir. Universal dizayn dedikdə inklüziv təhsilə xas vacib məqam sinifdə şagirdlər üçün təmin edilən mühitdir, təlim mühitidir.
bütün uşaqların, o cümlədən xüsusi təhsilə ehtiyacı olan şagirdlərin eyni dərsdə fəal iştirak edə bilməsi üçün təlimin əvvəlcədən müxtəlif yollarla planlaşdırılmalıdır. Əlbəttə ki, sinifimizə daxil olan uşaqlar əvvəlcədən psixoloq müayinəsindən keçir və biz daima psixoloqla bir yerdə işləməliyik, əgər sinifimizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar varsa və biz əlbəttə bilirik ki, sinifimizdə neçə nəfər belə şagird var və ona uyğun təlim üsullarını planlaşdırırıq, təlim mühitini yaradırıq, əl çatan olan, əlimizdə olan müxtəlif cihazlardan, qurğulardan istifadə edirik və bu məsələdə bir şey də qeyd edeyim ki, əsas valideynlərlə əməkdaşlıqdır. Çünki xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri çox həssas olurlar. Və əlbəttə ki, heç kəs istəməz ki, övladının sağlamlığında problemlər yaransın. Onların həssaslığını da çox aqressiv şəkildə qarşılamaq olmaz. Bəzən valideynlər uşaqlarında yaranan problemləri qəbul eləmək istəmirlər. Müəllim hər hansı bir problemi görür. Məsələn, onda görür ki, disleksiya problemi var və yaxud da ki, nitq geriləməsi var və bu problemi gördükdə bəzən belə halına rastlaşırıq ki, valideynlər bunu qəbul etmək istəmirlər. Buna görə də valideynlərlə də maarifləndirmə işləri aparmaq lazımdır ki, vaxtında tədbirlər görülsün. Əlbəttə, bunun vaxtında xüsusi təlim keçsələr bu uşaqlar, hansı ki, disleksiyadır, nitq ləngiməsidir, bunlarda çox böyük müsbət dəyişikliklər mümkündür. Bir də onu qeyd edeyim ki, bununla bağlı 2 film var. Bayaq adını çəkdiyim Tourette sindromu ilə bağlı bir film var, Hıçqırıq. Bilmirəm, bəlkə də bəziləriniz bilirsiniz. Bir də ki, Yerdəki Ulduzlar. Tövsiyə edirəm ki, mütləq o filmlərə baxasınız. Elə o filmlər özü də bir təlim kimidir və orada müəllimlər xüsusi qayğıya ehtiyacı olan uşaqlarla necə işləyirlər, hansı təlim metodlarından istifadə edirlər, hansı təlim üsullarından istifadə edirlər və çətin şəraitdə necə bu inklüziv təhsil mühitini necə yaradırlar, çox gözəl şəkildə təsvir olunub, orada göstərilir. Tövsiyə edərdim ki, hər biriniz ona baxasınız. Təlimimiz bu qədər. Əlavə sualınız varsa mövzumuzla bağlı